Oyun 2. Mənim ucbatımdan əvvəllər nə qədər insan öz həyatını itirib. Mən həbsdə olsam da, azadlıqda olsam da, mənim varlığım ölümlə yekunlaşan döyüşlərə səbəb olub. Bu görünməz müharibə idi. Dağlarda buzlar əriyəndə çaylar əmələ gəlir. Cinayət aləmindəki donmuş qəlblərin məhv olmasısa, mənə tərəf axan qan çayı əmələ gətirmişdi. Mən ölən cinayətkarların qəbirlərinə gül qoyardım. Əgər onlar sağ olanda gül əksəydilər. Şamil, bir mütəxəssis kimi deyə bilərsən? Bleki kim öldürə bilər, ha? İsrail kəşfiyyatı. Çünki o axmaq idi. Niyə axmaq idi? Onun Bədəxşana işləməsi artıq sir deyil. Səfir kreslosunda xeyli oturdu. Onlar da müəyyən eləyib öldürdülər. Qisas alacağıq. Qisas almaq üçün nə edəcəksən? Bu barədə sonra danışarıq. Eşidirəm. Sabah həmin yerdə ikisini də öldürün. Şamili də öldürməliyik. Mən bayaqdan nə deyirəm? Ondan xəyanət qoxusu gəlir. Onda bizə daha 2 nəfər lazımdır. Elə qumbara da lazımdır. Məndən olsa onu hava bombası ilə partladaram. Şamil bizi hansısa qadına görə satır. Öldürün, bu qədər. Baş üstə.
Sənə bir də deyirəm Şamil. Mənim ailəm, biznesim var. Mənim gözəl həyatım var. Mənim hər şeyim var. Onda yaşa. Lalənin taleyi yalnız mənim sağ qalmağımdan asılıdır. Bunu heç vaxt unutma. Lalənin adını dilinə gətirmə. Məni özümdən çıxarırsan. Silmə. Bağışla. Onlar səni qaçırdığıma inanmalıdılar. Ağrıdır? Ancaq ölülər ağrını hiss eləmirlər. Sağ qaldığına görə Allaha şükr elə. Oradadılar. Oyanmısan mənim balam? Hara gedirsən, ana? İşə qəbul olmaq üçün bir-iki yerə getməliyəm. Əl üzünü yu, sonra da səhər yeməyini yeyərsən. Hazırlayıb qoymuşam. Bugün yaxşı görünürsən. Halsızam, ana. Dərmanların təsirindəndir oğlum. Sonra keçib gedəcək. Ana, məni aldatma. İşə qəbul olmağa getmirsən. Axı demişdin ki, xaricə gedəcəyik. Düzdür. Analar heç vaxt yalan danışmamalıdır. Mən sənə necə deyim? Təhlükəsizlik üçün yalan danışdım. Təyyarə bilet almağa gedirsən? Hə, elədir. Kimsə zəng eləsə danışma. Ya da qapını döyüb anan hardadır soruşsalar, cavab vermə. Yaxşı. Mənim ağıllı balam. Elə bil evdə heç kim yoxdur. Sakit otur. Mənə nəsə demək istəyirsən? Bəs mənim məktəbim necə olacaq? Səni məktəbə yazdırmalıydım. Amma özün də gördün ki, hər şey dəyişdi. Sənin işlərin çoxdur, ana. Bəlkə mən hələ ki Səmərqənddə oxuyum. Yox, oğlum. Biz daha ayrılmayacağıq. Sən Avropada oxuyacaqsan. Özəl məktəbdə. İngilis dilində? Hə. Hə. Amma bunu yalnız ikimiz bilirik. Hətta bunu nənənə belə demə. Onlara sonra deyərik. Yaxşı? Hələlik. Gecikir. Alo? Gəlmisən? Hə, içərdəyəm. Bəs o? Gətirmişəm, sağdır. Biz də gəlmişik. Bronu təhvil ver, çıx get. Eşidirəm. O gəlib. Başa düşdüm. Onun məsələsini plana uyğun həll eləyin. Oldu.
Sən kimsən? Mənim şəklimi göstərməyiblər. Silahını aşağı sal. Canavarlar ovlarını yeyirlər, bir-birlərini yox. Onda niyə dişini qıcıyırsan? Silahını aşağı sal. O özü hanı? Bu işi biz həll eləyəcəyik. Əgər bizi aldatmaq istəsən, onda o bundan çox tez xəbər tutacaq. Məni aldadanları sağ qoymuram. Getirdiğin hediye hanı? Dayan dayan, sakit ol. Narahat olma. Onlar bizlə gəliblər. Təhlükəsizliyimiz üçün. Silahı yığışdır. Gəl. Salam aleyküm. Aleyküm salam. Buyurun. Bilirsiniz, mənə Qazaxstana bilet lazımdır. Qazaxstana bu yaxınlarda uçuş var. Almatıya. Nə vaxtda? Fərqi yoxdur. İndi baxıram. Sabahki reysə 2 yer var. Aha, yaxşı. Elə mənə də 2 yer lazım idi. Pasportunuzu Bir verin. saniyə. Buyurun. Sağ olun. Sizə nə lazımdır? Sizə pul verə bilərəm. Çoxlu pul. Nə qədər istəsəz. Mən çox varlı adamam. Öldürməzdən əvvəl məlumat istə. Bilirik, sən qarışma. Tez ol danış. O müharibədən gəlib. Bir çox insanı o dünyaya göndərib. Bıçaqla. Mənim günahım nədir? Niyə məni qaçırmısınız? Pul. Pul verərəm. Nə qədər lazımdır verərəm. Bizə sənin pulun lazım deyil. İsrail kəşfiyyatı üçün işləyirsən, hə? Mən? Həqiqəti deməyə kömək eləsə, gözlərini də oyub çıxarda bilərəm. Etiraf elə! Hə, işləyirəm. Amma kəşfiyyatçı deyiləm. Mən sadəcə bəzən onların tapşırıqlarını yerinə yetirirəm. Hə, bilirik. Sən sadəcə vasitəçisən. Bizə səndən işləyənlərin siyasi lazımdır. Sən ona görə buradasan. Deyəcəm. Hə, yaxşı, danış Hamısını, görək. Hamısını. Tez ol Deyəcəm. de. Deyəcəm. Hamısını. Deyəcəm. Danış da, nə uzadırsan? O niyə burada dayanıb? Çıxıb getsin də. O bizim adamımızdır. Sadəcə bizi tanımadığı üçün narahatdır. Yaxşı, mən yuxarıdakına deməliyəm ki, o öz tapşırığını yerinə yetirib. Eşidirəm. Sizin adamınız eləməli olduğu hər şeyi yerinə yetirib. Bron əlimizdədir. Şamil hardadır? Buradadır, bizə baxır. Telefon ona ver. Oldu. Eşidirəm. Bağışla, özüm gələ bilmədim. Mənim adamlarım hər şeyi həll eləyəcəklər. Gedə bilərsən. Sənə demişdim axı, təhvil ver, sonra get. Bilirdim ki, gəlməyəcəksən. Mənə bax, Şamil.
Onlar Brondan məxfi məlumat istəyə bilərlər. Sən eşitməməlisən. Yaxşı. Gedəcəm. Amma bunların aqibətinə görə mən cavab verməyəcəm. Ölkəni necə tərk eləyəcəklər, harda gizlənəcəklər, özün həll elə. Sözsüz ki, mən həll eləyəcəm. Necə gəliblər, elə də gedəcəklər. Başqa sözün yoxdur ki. Yox, artıq sənə güvənirəm, Şamil. Səndən satqınlıq hiss eləsəydim, Lalə yox olacaqdı. Burana görə isə sənə minnətdaram. Yaxşı, sonra yenə danışarıq. Dostumuzu yola salın, tez olun. Sonun çatdı casus. Hər şeyi etiraf eləməzdən əvvəl dərindən nəfəs al. Söz verin ki, mən sağ qalacağım, nə olar? Söz verirəm, sağ qalacaqsan. Bizə şərt qoyma. Ölmək istəmirsənsə artıq hərəkət eləmə. Sakit ol. Mən sadəcə öskürdüm. Eyni şey sənə də aiddir. Buyurun, bu kartınız, bunlar da biletləriniz. Uçuş günü, qeydiyyat 2 saat əvvəldən başlayır. Aha, sağ olun. Buyurun. Onun gözlərini oyurlar. Ölən oğlanlarımızın qisasıdır. Mükəmməl qisasdır. Bura gələndə özümüzlə bir şahid də gətirmişik. Sən də tanıyırsan. Görmək istəmirsən?
Səndən axırıncı dəfə soruşuram. Agentdən başqa kimsə var? Cavab ver. Şamil də? Hə, Şamil. O da bizim adamdır. Mən sənə nə demişdim? Şamil satqındır. Sən məni satdın, Bron. Nədir, bir neçə dəqiqəlik əzaba dözə bilmədin? Şahid qalmayıb. Sən belə fikirləşirsən? Ölmə, səndən işim var. Bəlkə qollarımı açasan. Axır ki, az qala öləcəkdim. Bu xüsusi əməliyyat olduğu üçün səni satmalı oldum. Əks halda satmazdım. Kəs səsini. Sənin kim olduğunu bilirəm. Elə bilirsən vətənə xidmət uşaq oyuncağıdır, satqın. Başını bədənindən ayıracaqlar. Ayırmaq istədilər, amma alınmadı. Niyə dayanmısan? Çıx get buradan. Sağ ol. Video zəng eləyəcəm. Deyəcəm ki, mən gedəndən sonra Bronun şəriki hücum eləyib. Silah səsi eşidib geri qaydanda gördüm ki, hamınız yerə sərilmisiniz. Deyəcəm ki, düşmənin birini yaralamışam. Sən də mənim sözlərimi təsdiqləyəcəksən. Sən onlar üçün işləyirsən. Sən satqınsan. Bronu gətirəndən sonra məni öldürmək istəyirdin. Deməli, sən də satqınsan. Bir. Zəng vaxtı heç nə deməyəcəm. Onsuz da mənə vuracaqsan. Vurmayacağam. Söz verirəm. Bəs sən məni satmayacağına söz verirsən? Hə, Çox yaxşı. Sənsiz də kifayət qədər ölüləri var. Mənə inanmayacağın üçün video zəng eləyirəm. Mən gedəndən sonra sənin bu əlaltıların vuruldu. Silah səsini eşidib qaçıb gələndə Nə danışırsan, alçaq? Elə bilirsən ki, bu sözlərinə inanacağam? danışığına fikir ver. Biri sağdır. Budur. mən yaralanmışam. Kim olduğunu de. Tanımıram. Düşmən də yaralanıb. O peşəkardır. Bronu özü ilə apardı. Mənə bax, Şamil. Əgər oğlan ölsə, günahkar səni biləcəm. Onu sağ-salamat yanıma gətir. Sorğu-sual eləyəcəm. Bağışda. Deyəsən unutmusan. Mən xilas edici deyiləm. Muzdu bir qatiləm. Gələ bilirsə, özü gəlsin. Şamil! Mənə əmr eləmə. O əldən düşüb qan itkisindən ölsə, cavabdeh mən deyiləm. Nə bilirsən elə. Əgər sonuncu şahid ölsə, hər şeyin günahkarı sən olacaqsan. Bu qədər. Əclaf. Əgər axırıncı şahid ölsə, səni tamamilə məhv eləyəcəm. Elə arvadını da. Sən neynirsən? Bağışda. Səhv hesablamışam. Bir cəsəd çatmır.
Sən axı söz vermişdin, Əclaf. Mən səni vurmayacağam. Özün özünü vuracaqsan. Səni görüb lənətə gələsən. Terroru lənətə gəlsin, qardaş. Ey! Sənin şəklin internetdə paylaşılacaq. Pis deyil. Özünüzü şəkillə sığortaladınız, ha? Niyə məni izləyirsən? Daxili işlərin əməkdaşıyam. Məndən nə istəyirsiniz? Sizlə danışmaq istəyirəm. Həddim aşıb, sizi izlədiyim üçün üzr istəyirəm. Belə bir tapşırıq yox idi. Səmərqəddə özünü 9 mərtəbəli binadan atan qadınla bağlıdır. Onun sizlə nə əlaqəsi var? Adətən hər şeyin günahkarı mən oluram. Lalə xanım, sizlə sakit şəkildə danışa bilərik. Gördüm ki, Qazaxstana getmək istəyirsiniz. Əslində ölkədən çıxışınıza qadağa qoyulmayıb. Amma yaxşı olar ki, ehtiyatlı olasınız. Ətrafınızda yenə şübhəli hallar müşahidə olunur. Həbsdən çıxandan sonra kimsə məni bezdirməyə başlamışdı. Ona görə də Daşkəndə köçdüm. Ha, xəbərim var. Qumar oynamamışam. Kart oynamağı da öyrətməmişəm. Bu halda problem nədir? Mən sizə yaxşılıq eləmək istədim. Qazaxstana niyə gedirsiniz ki? Yeni həyata başlamaq istəyirəm. Köhnə həyatdan bezmişəm. Sizi Rusiyada, Türkiyədə, İtaliyada yaxşı tanıyırlar. Əgər yenidən qanunsuz işlərə qarışsaz, axırı necə olacaq yaxşı bilirsiniz. Bilirəm. Başa düşdüyünüz üçün sağ olun. Biz həmişə xidmətə hazırıq, xanım. Bir problem olsa mütləq zəng eləyin. Ya da e-mailimə yazın. Ha, bir də şəklimi silin, yaxşı? Əsas odur ki, siz sağsınız, Bron. Terrorçularla sən məşğul olursan. Bu mənə lazım idi. Xidmətlərinizə görə mükafatlanacaqsınız. Heç nə lazım deyil. Kifayətdir. Mən oyundan çıxıram. Şamil deyib ki, yoxa çıxmalısınız. Deməli, yox olacaqsınız. Kəşfiyyat kömək eləyəcək. Siz ağlınızı itirmisiniz? Niyə mənim mənzilimə telefondan gəlmisiniz? İş hələ bitməyib. O zəng eləməlidir. Bax, dediyim kimi. Şamildir. Eşidirəm. Agentin yanındasan. Hə, Ona de ki, özünü vursun. nə? Demirəm ki, beynini dağıtsın. Qolundan vursa kifayətdir. Bu zarafatdır. Suriyadakı terrorçuya agenti yaraladığımı demişəm. Əgər təsdiqini tapmasa, Suriyadakı terrorçularla əlaqəm kəsiləcək. Bu sizə lazımdır? Niyə susursan? Bəs o oğlana nə oldu? Orada bir şahid qalmışdı. Qorxusundan özünü vurdu. Yaxşı. Biz məsləhətləşib zəng eləyəcəyik. 10 dəqiqə sonra nömrəm dəyişəcək. Təhlükəsizliyə görə. Yaxşı. Nəhayət ki, başını işlətdi. Sizin yoxa çıxmağınız pis bəhanə idi. Vuracaqsan? Vursam, gərək video çəkim. Yoxsa hardan biləcəklər?
Onda nə edək? Hansı axmaq hava limanına getməzdən əvvəl özünü güllələyər? Hə, nəysə. İsraildə qərar verəcəm. Salam qardaş. Bu mənəm Lalə. Başa düşmürəm bu nə deməkdir. Nə olub? Lalə Özbəkistandan getmək istəyir. Qaçmaq istəyir? Deyəsən hə, o Qazaxstana təyyarə bilet alıb. Aydındır. Bu Şamilin işidir. O elə bilir ki, əgər terrorçuları öldürübsə, deməli, Laləni götürüb gedə bilər. Əgər Lalə izni itirsə, Şamil də yoxa çıxacaq. Nəticədə biz uduzacağıq. Sənədləri Özbəkistana göndər, onu həbs eləsinlər. Onda məsələ bağlanacaq. Tələsməyin. Qadının öz səbəbləri də ola bilər. Bəlkə Şamillə bir də görüşəsiz. Bu vəziyyətdə, əgər Lalə harasa getsə, mən artıq Şamilə lazım olmayacam. Onda da mənim kəlləmdən dəli yaşacaq. Yaxşı, nə qədər ki Lalə hava limanına gedib çıxmayıb, bir şey fikirləşərik. Cəmi bir addım qalıb. Yaxşı. Şamillə internet vasitəsilə danışaram. Amma Lalə əlimizdən çıxacağı ərəfədə qaniçan qatillə görüşməyəcəm. Bəs yaralanan adam sən olsan necə, Bron? Nə? Yox, heç nə. Mən özüm. Nə vaxt vurmaq istəyirsən? Pnevmatik tüfəngin gülləsinin dadına baxmışam. Hələ vaxt var. Mənsə boks əlcəklərinin dadına baxmışam. Lənətə gəlsin. Hamısı gözəldir bacı. Hə, görürəm. Alacaqsınız? Hə, almaq istəyirəm. Hansını verim? Başqa hansısa var? Çoxdur. Göstərə bilərsiniz? Bu dəqiqə. Baxım. Gözləyin gətirim. Zibeydə, Aa, burada nə inirsən? Lalə, Necəsən? sən necəsən əzizim? Sağ ol, yaxşıyam. Mağazaları gəzirəm. Sən nə inirsən? Gəl gedək o tərəfdə danışaq. Elə bilirdim ki, daha məni axtarmayacaqsan. Yaxşısan? Pərviz yaxşıdır? Salamatlıqdır? Hə, Bəs nə olub? sənə vacib sözüm var Zibeydə. Amma düz başa düş. Lalə, nəsə heç yaxşıya oxşamır. Mən gedirəm. Hara? Bircə Pərvizi də götürüb Qazaxstana gedəcəyimizi deyə bilərəm. Oradansa Mənə düzünü de. Sən keçmiş düşmənlərinlə görüşmək istəyirsən? Lalə, bunun axırı nə olacaq? Heç olmasa uşağını fikirləş. gedəcəyimi yalnız sən bilirsən. Amma sən də təhlükədəsən. Mən niyə? Mən bunu anamla qardaşıma deməmişəm. Çünki mən gedəndən sonra kimsə bıçaq çəkə bilər, hədəliyər. Harda olduğumu öyrənmək istəyərlər. Bəs mən? Sənə boş yerə demədim ki, məni düz başa düş. Anama təsəlli ver. Deyərsən ki, işləri düzələn kimi zəng eləyəcək. Axtarmağa cəhd eləməsin. Yaxşı. Deyəcəm. Vidalaşmayaq.
Bəlkə yenə görüşdük. Əgər o vaxt tezlərə getməsəydin, tibb kollecində oxusaydın, bütün bunlar başına gəlməzdi. Sənin heç bir günahın yoxdur. Bu talidir. Ondan heç kim qaça bilməz. Bax, sən oxumusan, amma tibb bacısı deyilsən. Sənin diplomun olsaydı, Mənim görünməz diplomum var. Həyatımda baş verən bədbəxtliklərin səbəbi məhz həmin diplomdur. Mən səni unutmayacağam Zibeydə. Lalə, xahiş eləyirəm. Vidalaşırmış kimi danışma. Ürəyim parçalanır. Əgər ölsəm, Səmərqənddəki evimi satıb, pulunu yetim yesirlərə verərsən. Lalə, Mən başqa cür yaşaya bilmərəm Zibeydə. Başıma gələn işlərə qanlı nöqtə qoymaq lazımdırsa, qoyacağam. Salamat qal. Eşidirəm. Onu tapmışam. Əla. İndi şəklini göndərəcəm. Oldu. Görəcəksən, hər şey yaxşı olacaq. Deyəsən, bugün daha yaxşısan, oğlum. Hə, yaxşıyam ana. Təyyarəyə mindiyindən xeyli vaxt keçib. Elə bil heç vaxt minməmişəm. Salam əleykum bacım. Nədir, gedirsiniz, ha? Hə, bizim planlarımız dəyişdi. Bu da açar. Amma ödədiyiniz günlərin pulunu geri qaytarmayacağam. O da sizə sədəqəm olsun. Gəl gedək. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.